Bir insan Allah'a, İmam Zamana eşq iddiasındadırsa, həyat yoldaşına qarşı pis rəftar edirsə, deyə bilərsiniz, sən diri dindarla evlən. Axı, dindar ailələrdə də həmin problemlər var. Bəli, var. Mənə hərdən elə şeylər danışırlar. Deyim, məsciddə gəlir evdə mənə elə rəftar. Elə şeylər danışırlar, deyirəm ki, bu insan necə bunu eləyə bilir məsciddə gələn olmalı? Necə eləyə bilir ailəsinə qarşı bu şəkildə davranmalı? Bir insan doğrudan da Allah'ı özünə məşhur olaraq seçib, İmam Zamanı özünə məşhur olaraq seçibsə, həyat yoldaşına qarşı pis rəftar eləsə, bir sual verəcək. Necə sərvərin sənə deyib, mənə belə eləyəsən? Rəbbin sənə deyib, mənə belə danışasan? Ya bu ona qarşı səhv eləsə, o bunu bağışlamasa, deyəcək və sən ibadət elədiyin, sevdiyin Allah bilir ki, bu qədər qəddar olasan, günahından keçməyəsən, bir xətanı bağışlamayasan. Dünyaya bu model və bu modelin gözəllikləri təbliğ olunmalıdır, təqdim olunmalıdır. Sual bu olsun ki, Allah sənə deyib ki, mənə fikir verməyəsən, gedib dostlarımla oturub durasan, mən yaddan çıxım. Hər nə oldu bu sual versin. Mömin ailələrdə bu problem varsa, açıq deyək ki, problem iman problemidir. Görüntüdə mömin, başqa cür ola bilməz. Özünü tərbiyə Allaha xatir olarsa effektiv olmalıdır. Bu sual insanı cənnətə qədər apara bilər ki, istədiyin Allah sənə deyib belə eləyəsən, bu sual davamlı ver, axır özünü göstərəcək. Amma birinin ağası yoxdursa, sərvəri yoxdursa, sevdiyi bir varlıq yoxdursa, onu cilovlamaq çətin olacaq, cilovlamaq olmur da. İnsan Allaha aşıq olduqca, Allahın dostlarını sevdikcə qəlbi incəlir və hamıya qarşı mehriban olur. Egosu olmur ki, kiməsə zərər yetirsin. Və birdən dözməyib gedib həyat yoldaşından Allaha şikayət eləyəndə Allah ona cavab verir ki, səsin çıxmasın. Bu sənin imtihan vasitəndir. Buna döz, mənə tərəf gəl. Mövzu o deyil. Buna dözməklə mənə tərəf gəl. Bunu mən göndərmişəm milyonlarla insanın içində ki, sən bununla yaşayasan və öz eşqimi imtihan edirəm. Mən səninlə məşğulam, sən onunla nə işin var? Mən öz eşqimi, sənin mənə olan eşqimi imtihana çəkirəm. Sən buna döz ki, mənə tərəf gələ biləsən. Bu kobud adama dözməklə sən mənə yaxınlaş. Sən mənə məhəbbəti buna dözməklə sübut elə.